Şaka yapıyorum. Merhaba arkadaşlar. Selamın aleyküm. Aleyküm mekraba. Bugün bir patlaş bir videoda sizin karşınızdayım. Demek ki bugün böyle bir şey oldu. Şimdi ne oldu arkadaşlar? Tam izah edeyim. Böyle TikTok'ta geziyordum. Bazı neyse onlar işte onlar arkadaşlar ne yapıyordu biliyor musunuz ne yapıyordu? Arkadaşlar bana sasiska çöreğin hazırlanmasını öğretirdi qaqaş. Bu- Burada ben güzel videolar çəkirəm, kakaş. Konkretni super Dostoyevski videolar çəkirəm. Challenge mənim videoma yaxşı pakış gəlmir. Ancaq hansısa bir şəxs durub bizə burada saska çörəyin hazırlanmasını öyrədir. O kakaşın videosuna kakaş 1 milyon baxış gəlir. Mən gedib sasiska çörək hazırlasam kakaş, mənim videoma şəxsən o baxış gəlməz, brat. Anlıyorsun yani değil mi? Alaqaqaş neçə gündür burada əziyyət çəkiyorum ben. Allah TikTok yekoklansan Allah mən şeyə bax da Allah mən üretdiyim videolara bax. Bu gicdillakların üretdiyi videolara bax. Mən 8 ildir əlləşirəm, bir dənə motosiklet ala bilmirəm özümə. Özüm ölüm axşam girdi canlıya 2 dəqiqəyə. Ağladı 2000 manat pulu yığdı. Yığdı. Getdi özünə motosiklet aldı. Ancaq mən 10 ildə əlləşirəm, paslı demək olar ki, ala bilmirəm. Yo, mən niyə ala bilmirəm? Kakaş, mən niyə ala bilmirəm, mənim niyə yoxdur? Qaqaşa deyirlər ki, get işdə, al. Elə, qaqaş belə deyir, mən depressiyadayım. Yəni mən də baxdım dedim, Allah şeytana lənət eləsin. Bu qaqaş depressiyada, sonunda biz təmiz bızqırdaq gedəydin ha bu dünyadan. Çok üzgünüm ya kakaş, üzgünüm. Aa, adam çıxıb dilənir ya, özüm ölüm, sən o girib dilənir. Çıxıb TikTokda dilənir, cəmaət əstəğfurullah, bax görərik ki, İraq olsun, Allah uzaq. Evdən eşikdən uzaq, görərik ki, birinin xəstəsi olar, birinin problemi olar, birinin dərdi olar. Çıxar bu adam maddi bir kömək istəyər də birindən, bunu başa düşür. Alaqa qarşı moped almaq üçün adam TikTokdakı cəmaətdən kömək istəyər. Normal burada canlı açıram, gəlib mənə bir dənə gül atarlar, atmazlar. Hədiyyə falan doldurublar. Özü də elə deyir ki, bax, özü belə bir şey oldu ya dostlar. Gəlib deyir, canlı açıb sabahsı pul yığıb. Belə deyir, ay qaqaş, mən bəs fikrə gəldim ki, bunun təzəsini alım. Abi belə şey olar, qardaşım. Ayıbdır. Qazilərimizə köməklik eləyək, şəhid ailələrinə köməklik eləyək. Nə bilim, gücü belə deyim, çatmayan aillər və az təminatlı aillər o pullardan onlara da atın da. Vallahi Allaha da xoş gedər. İşlənmiş alırdı 500 manata, sabah deyir ki, yox 2000 yığılsın, gedin təzə alın. Dolayı var ya konkret cəmaat. Cəmaat lox kimi özüm elə şey pul atır ki. Tabbata be karta. Mən yıxılsam, yəni bu formada belə qalsam böyrü üstə desəm mənə pul at, heç kim atmaz ya özüm ölüm. Ancaq uşaqlıq xəyalımdır. Mən moped almaq istəyirəm. Eybi yox. İşlənmiş də olsa olar. Allah xeyri versin. Belə eləmə, qaqaş, belə hərəkət eləmə. Yaxşı şey deyil bu. Mən moped almaq istəyirəm. Əcəb bilirsən, səhət deyən yoxdur moped alma. Amma bu gedişdə, yazırlar gedişdə deyir depressiya. Amma ağzımı açdırsam mən depressiyadasam bu fəhlələr, yetimlər neynəsin 90 dərəcəsinin altında qalıblar. Onlar depressiya yox, amma onlar depressiyanın pro versiyasına giriblər. Ultranı keçiblər də, dağıdıblar. Ayıp deyil, belə hərəkətlər eləmin. Ayıbdır, motosiklet almaq üçün TikTok'a birinin işləyir, iş yerində qalır. Çıxır evin kirayəsini vaxtı canlı astı, vəsiyo. 2000 yıldan canlıya. Ay dostlar 200 dəfə qalma, ay dostlar 300 manat qalma, ay dostlar. 299 manat. 299 manat 50 qəpik. 300 manat oldu, ay dostlar. Amma belə şey olar, qardaş. Azərbaycanda iş yoxdur, Azərbaycanda iş yoxdur, Azərbaycanda iş yoxdur. Biznes qurmusunuz da dilənirsiniz, qardaş. Dilənçilik işiniz. Partladırsınız konkret. Özüm ölüm, davam eləyim belə. Ayıp deyil, hoş. Qaqa, mən də kasıb adamım. Mən qardaşım, vallahi kasıb adamım. Deyirəm, açıq deyirəm. Kasıb uşağım, qardaş. Honor X9 beri telefonum, o kreditlədir, qardaş, açıq deyim. Bağlanır o da. Wi-Fi ilə işlədirəm. Belə şey olar.
Dileniyorum ay kardeşler. Mahvedin uşaqlıq həyatımda ay qardeşim. Nəysə, əsəbləşdim mən. Sağ ol.